ABŞ-nin Florida ştatının Miami şəhərində azərbaycanlı gənc Ceyhun Sadıbəyli faciəli şəkildə həyatını itirib. Hadisə South Beach ərazisindəki çimərlikdə baş verib. Belə ki, Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üzləşib. Ceyhun onu xilas edərkən özü boğularaq həyatını itirib. Hazırda onun cənazəsinin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır. Nəşin gətirilməsi böyük məbləğ tələb etdiyindən ABŞ-də yaşayan soydaşlarımız yardım kampaniyası həyata keçiriblər. Qısa müddətdə lazımi vəsait toplanılıb. Faciəvi hadisəni dünən gecə saatlarında eşitdik. Dərhal mərhumun həyat yoldaşı ilə əlaqə saxladıq. Bu gün səhər-səhəri Bostonda yaşayan azərbaycanlıların köməkliyi ilə operativ olaraq lazım olan bütün orqanlarla əlaqəyə keçdik. Azərbaycan Respublikasının səfirliyini bununla bağlı məlumatlandırdıq. GoFundMe proqramı ilə İANA kampaniyası başlatdıq və qısa zamanda lazım olan məbləğ yığıldı. Bununla bağlı hər kəsə öz təşəkkürümü bildirirəm. Mərhumun ailəsinə Allahdan səbir, başsağlığı verirəm. Allah rəhmət eləsin. Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlının Bozayran kəndində anadan olub. O 665 balla ADA Universitetinə daxil olub və biznesin idarə edilməsi fakültəsini bitirib. Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyib.